Bakıda məktəblərin ətraf mühiti mühafizəsi 6-cı beynəlxalq layihə olimpiyadası Heydər Əliyev adına idman konsert kompleksində keçiriləcək. Olimpiyadada 42 ölkədən məktəblər iştirak edəcək. İştirakçılar bugün Təhsil Naziri Misir Mərdanovla görüşüblər. Nazir dərsliklərdəki səhvlərlə bağlı jurnalistlərin suallarını da cavablandırıb. Kimi papaq, kimi çanta, bəziləri isə milli geyimlərini gətirib Təhsil Naziri Misir Mərdanova. 42 ölkənin məktəbləri ekologiya olimpiyadası üçün Bakıdadılar. 6-cı ətraf mühitin mühafizəsi beynəlxalq layihə olimpiyadasının iştirakçıları Təhsil Naziri Misir Mərdanovla görüşüb. Nazir olimpiyadanın Bakıda keçirilməsindən məmnunluq duyduğunu bildirib. Azərbaycanı tanıtmaq baxımından, Azərbaycanlı şagirdlərin bu yarışlarda iştirakı baxımından, eyni zamanda ətraf mühitin mühafizəsi baxımından mənə belə gəlir çox maraqlı bir tədbirdir. Nazirlə şəkil də çəkdirən məktəblər 6-7 aprel tarixlərində Bakıda keçiriləcək olimpiyadada 115 ekoloji layihə ilə yarışacaqlar. Təhsil Naziri dərsliklərdəki səhvlərdən də danışıb. Problemlərin aradan qaldırılması üçün tapşırıq verildiyini deyib. Son aylarda bir neçə dəfə belə görüş olub. Əlbəttə müəyyən olub ki, doğrudan da müəyyən nöqsanlar və çatışmazlıqlar var. Bu mümkündür. Heç bir zaman mütləq düzgün sənəd və dərslik olmuyor və yəqinindən sonra da olmayacaq. Ancaq yaxşı olar ki, səhvlər və nöqsanlar daha az olsun və bu istiqamətdə ciddi addımlar atılır. Məktəblərdə daha bir yenilik, dərslərin müəyyən hissəsinin, xüsusilə də tarix dərsi, tarixi məkanlarda, qoruq və muzeylərdə keçiriləcək. Tarix, coğrafiya, ekologiya ilə bağlı dərslərin təbiət qoynunda, muzeylərdə keçirilməsinin çox böyük əhəmiyyəti var. Bilirsən, bir var ki, kitabdan oxuyasan, bir də var ki, məsələn, Qobustanda olasan, İçəri şəhərdə olasan və digər tarixi məkanlarda olub gözünlə görəsən.